Salam əziz izləyicilər. Biz keçən dərs söhbətimizdə dedik ki, danışdıq Quran surələrin mənası barədə, ayənin mənası, ayə nə deməkdir, surə nə deməkdir, bununla bağlı danışdıq və ümumən bunu da qeyd edeyim ki, surələrin adları bəzi alimlər tərəfindən bildirilir ki, surələrin bütün Quranın 114 surənin hamısı adlandırılması toqifidir. Yəni peyğəmbər vasitəsilə gəlib adlandırılıb. Bəziləri də deyirlər ki, bəzi surələr toqifidir, bəzi surələr isə toqifi deyil. Bəziləri də deyirlər ki, ümumiyyətlə toqifi deyil, heç bir surə toqifi deyil, yəni adlandırılması toqifi deyil. Elə insanlar içində hansı daha çox ad olaraq məşhurlaşıb, surənin də adını o cür qoyublar. İndi bu günləri danışacağıq. İlk nazil olan surə hansıdır? Son surə hansıdır? Ən axırıncı nazil olan ayə hansıdır? Bir çox alimlər tərəfindən bildirilir ki, ilk nazil olan Ələq surəsi və ilk 5 ayəsidir. Bu, bir çox alimlər tərəfindən qəbul olunan fikirdir. Və bəziləri, yəni az bir dəstə deyir ki, Fatihə surəsidir. Bunu da çox az şəxslər tərəfindən qəbul olunur. Fatihə surəsidir. Bu da qəbul olunmaz bir fikirdir. Nəyə görə? Çünki həm bu az bir dəstə tərəfindən təsdiqlənən bir fikirdir. Həm də ki, Fatihə surəsi ilk surədir ki, bütövlükdə nazil olub. Yəni bütövlükdə nazil olan surələr cərgəsində ilk Fatihə surəsidir ki, bütün ayələri ilə birlikdə nazil olmuşdur. Amma biz bilirik ki, Ələq surəsi ayə nüzulu ilə Ələq surəsinin ilk 5 ayəsi nazil olmuşdur. Və deməli, Fatihə surəsi bir çox alimlərin nəzərinə görə nüzul ardıcılığı ilə surə olaraq 5-ci yerdə gəlir, tutur. Və deməli, bir çox alimlər tərəfindən qəbul olunan fikir budur ki, Ələq surəsinin ilk 5 ayəsi nazil olub və Ələq surəsi nazil olub, ilk surədir. Və ayə olaraq, son nazil olan ayə olaraq, bəzi alimlər bununla bağlı, daha doğrusu alimlər bu məsələ ilə bağlı fikir ayrılığı vardır. Sonuncu ayə hansıdır? Bəziləri deyirlər ki, Bəqərə surəsinin 281-ci ayəsi ən sonuncu ayədir. Bəziləri deyirlər ki, 278-ci ayə ən sonuncu ayədir. Bəziləri də deyirlər ki, Bəqərə surəsinin 282-ci ayəsidir. Bəziləri də deyirlər ki, bu 3 ayə ardıcıl olaraq birlikdə nazil olmuşdur və sonuncu ayədir. Bəzi alimlərin nəzərinə görə də bu cürdür. Və bəziləri də deyirlər ki, Maidə surəsinin 3-cü ayəsi Əkməltu lakum dinəkum Əl-yevmə əkməltu lakum dinəkum ayəsidir. Və deyirlər ki, bu ayə nazil olanda artıq din kamilləşir və artıq vəhiyyə ehtiyac qalmır. Ona görə də bu ayə ilə daha vəhiy kəsilir, yəni daha vəhiyyə ehtiyac olmur, sonuncu ayədir. Və bu cür fərqli sonuncu ayə ilə bağlı fikir ayrılıqları vardır. Və surə olaraq, yəni nazil olan surə, sonuncu surə hansıdır? Bu ayənin nüzul ardıcıllığı idi və surə olaraq da fikir ayrılığı vardır. Bəziləri deyirlər Maidə surəsidir, bəzi alimlər deyirlər Bəraət, yəni Tövbə surəsidir, bəziləri də deyirlər ki, Nəsr surəsidir. Amma əksər qəbul olunan fikir budur ki, bütövlükdə, yəni məsələn Tövbənin ilk bir neçə ayəsi ola bilər, amma bütövlükdə bütün ayələri ilə birlikdə nazil olan ən sonuncu surə bir çox alimlərin fikrinə görə Nəsr surəsidir. Və surələr də gəlir təfsir alimləri tərəfindən iki hissəyə ayrılır. Məkki surələr, mədəni surələr. Və bunu da bir neçə meyar əsasında təyin edirlər. 3 meyar əsasında əsasən təyin edirlər. Bəziləri deyirlər ki, biz surələrin Məkki və yaxud mədəni olmasını biz zaman etibarı ilə biz təyin edəcəyik. Yəni Həzrəti Peyğəmbər hicrət eləməmişdən əvvəl və yaxud hicrət əsnasında
nazil olan hər bir surəyə biz Məkkə surəsi deyəcəyik. Məsələn, Həzrət Peyğəmbər fərz edək ki, Məkkədən Mədinəyə hicrət eləyir. Hələ Mədinəyə çatmayıb. Həmin əsnada ayə nazil oldusa, biz deyəcəyik bu Məkkə ayəsidir, Məkkə surəsidir. Bu cür adlandıracağıq. Amma belə deyək də, hicrətdən əvvəl, məsələn, Məkkədən kənarda hardasa, hansısa bir yerdə olubsa, orada ayə və ya surə nazil olubsa, biz bunu Məkkə surəsi adlandıracağıq. Amma hicrətdən sonra nazil olan hər bir surə və ayə biz deyəcəyik, bu mədəni surədir. Ola bilər ki, məsələn, hicrətdən sonra Həzrət Peyğəmbər Məkkəyə gəlib, həmin vaxt surə nazil olub, ayə nazil olub, biz deyəcəyik, bu mədənidir. Bəzi təfsirçilər, daha doğrusu bir çox təfsirçilər həmin bu zaman meyarını əsas götürübdür. Bəzi təfsirçilər isə məkanı meyar götürübdür. Yəni Peyğəmbər Məkkədə olubsa, Məkkədə nazil olubsa surə, deyiblər ki, bu Məkkə surəsidir. Mədinədən olubsa Peyğəmbər, Mədinədə nazil olubsa surə, deyiblər mədəni surədir. Nə Məkkədə, nə Mədinədə, başqa bir yerdə olub. Orada həmin hansı bir surə nazil olubsa, onu nə Məkkə adlandırıblar, nə Mədəni adlandırıblar. Və bəzi alimlərə görə də xitabı meyar götürüblər. Hansı surədə ki, Yə əyyuhən-nəs xitab vardır, onu götürüblər Məkki surəsi. Harda ki, Yə əyyuhəl-ləzīnə əmənu ifadəsi gəlibdir, onu götürüblər Mədəni surə götürüblər. Amma əksər təfsirçilər birinci meyara əsasən bölüblər. Yəni zaman etibarı ilə hicrətdən əvvəl nazil olan surələri Məkki surələr, hicrətdən sonra nazil olan surələr isə mədəni surələr götürüblər. Və Məkki və mədəni surələrinin özünə məxsus xüsusiyyətləri vardır. Məkki surələrin xüsusiyyətləri biri budur ki, dinin əqidə əsaslarına dəvət, Allaha dəvət, qiyamət gününə inam, haqq hesab məsələləri Məkki surələrin xüsusiyyətlərinin biri budur. Digəri budur ki, Məkki surələr kiçik, balaca surələr olar, qafiyəli şəkildə olar, lakanik olar, yəni uzun uzadı olmaz da. Qafiyə ilə, balaca olmağı ilə bilinir ki, bu Məkki surədir. Və digər xüsusiyyəti budur ki, Allaha, qiyamət gününə, bu kimi müqəddəs inanclara and içilər. Daha çox and içilmə var Məkki surələrdə. Amma mədəni surələrdə cəmi 2 yerdə, Nisa surəsində, Nisa surəsinin 65-ci ayəsi, bir də Təğabun surəsinin 7-ci ayəsində cəmi 2 dənə and içmə var. Amma Məkki surələrdə demək olar ki, 30-a yaxın and içmə vardır. Və Məkki surələrdə keçmiş peyğəmbərlərin, ümmətlərin, Həzrət Adəmin, İblis əhvalatı vardı. Amma mədəni surətlərdə daha az danışılıb. Məkki surələrdə isə daha çox danışılıbdır. Və əyyuhən-nəs ifadəsi, yə əyyuhəl-ləzīnə əmənu ifadəsindən daha çox işlənib. Bəzi təfsirçilər elə harda yə əyyuhəl-ləzīnə, yə əyyuhən-nəs ifadəsi gəlibsə, bu Məkki surədir düşüncəsində olur. Bu səhv bir düşüncədir. Çünki məsələn Bəqərə surəsinin özündə də məsələn baxmayaraq ki, mədəni surədir, amma yə əyyuhən-nəs ifadəsi işlənibdir. Və yaxud Nisa surəsi baxmayaraq ki, mədəni surədir, amma yə əyyuhən-nəs ifadəsi işlənibdir. Ona görə ümumi olaraq deyilir ki, yə əyyuhən-nəs ifadəsi, yə əyyuhəl-ləzīnə əmənu ifadəsindən çox işlənir Məkki surələrdə. Və insanları dinə, əxlaqi məsələlərə dəvət olunur, sevgiyə, ixlaslı işlərə dəvət olunur. Mədəni surələrin, bu Məkki surələrin xüsusiyyətidir. Amma mədəni surələrin xüsusiyyəti budur ki, surələr və surələrdəki ayələr uzun olur. Görürsən, bir ayədir, məsələn, Bəqərənin bir ayəsi görürsən, bir səhifəni əhatə eləyir. Yarıyacaq görürsən ki, ayə səhifənin yarısına candır. Və ehkamı ayələr var, ehkam məsələləri var, cihad məsələləri var, vacib əməllər, hüquq, siyasi, iqtisadi məsələlər var mədəni surələrdə. Bunlar Məkki ilə mədəni surələrin xüsusiyyətləridir ki, təfsirçilər bundan bəlli eləyir ki, bunlar Məkki surələrdir, yoxsa mədəni surələrdir. Bugünkü söhbətimiz bu qədər.
Sağ olun, salamat qalın inşallah.